Birinci sualımızda bizə belə bir dördbucaqlı verilibdir. Bizdən də həmin dördbucaqlının sayəsini tapmaq tələb olunur. Deməli, burada neyniyək? Tərəflərimizi qeyd eləyək. Bizə nələr verilibdir? AB 8 cm-dir. AD tərəfi verilibdir 5,3. Bir də BC tərəfi 6 cm verilibdir. Verilənlər üzərində qeyd eləyək. Biz A və C xəttini birləşdirsək, bu nöqtələri birləşdirsək, burada 2 dənə düzbucaqlı üçbucağımız ayrı-ayrı yaranır. Bu düzbucaqlı üçbucaqların da sahələrini tapa bilərik və bunları toplamaqla dördbucaqlımızın sahəsini tapa bilərik. İndi neyniyək? Baxın, 8 və 6 bizə verilibdir. Pifaqora görə biz AC-nin, yəni hipotenuzun 10 olduğunu bilirik. Yəni 36 üstəgələk 64 100 eləyir. Bundan da 10 çıxır. Digər tərəfə də biz Pifaqor teoremini tətbiq eləyə bilərik. Yəni hipotenuzumuz 10-dur. Katetimiz də 5,3-dür. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir deyə buradan da DC tərəfini tapa bilərik. Deməli, 100 çıxılsın 75. Deməli, DC də kök altında 25 imiş. Bundan da 5 çıxar. Yəni, DC tərəfimiz də 5 imiş. Artıq biz həmin düzbucaq üçbucağın bütün tərəflərini bilirik. Sahə düsturundan istifadə edə bilərik. Üçbucağın sahə düsturu nədir? Hündürlük vurulsun tərəf bölünsün 2. Baxın, bu iki üçbucağın da sahə düsturunu yazaq, qeyd eləyək. Deməli, 2də 1 vurulsun. Başlayaq bu üçbucaqdan. 5 vurulsun, 5,3. Üçbucağımızın hündürlüyü və tərəfi. Bilirik ki, düzbucaq üçbucaqda elə hündürlüklə tərəf katetlərimiz olur. Digər üçbucaq üçün də qeyd eləsək, 2də 1 vuraq, 6 vurulsun, 8. Deməli, ikinci məxrəci ortaq məxrəc kimi alsaq, 25,3. Altını da 8-ə vursaq, 48. Doğru cavabımız olar E variantı. Funksiya ilə bağlı suala baxırıq. Deməli, ilk öncə qrafiki qeyd eləyək. Bizə deməli şərtdə nə verilibdir? Şəkildə -5 parçasında təyin olunmuş bir fx funksiyası var. Bu qrafikin bir hissəsini bizə veriblər. Fx-in tək funksiya olduğunu qeyd eləyiblər və bizdən artma aralıqları tələb olunur. Baxın, funksiyanın bir hissəsi bizə verilibdir. Biz bu funksiyanı tamamlamalıyıq. -5 parçasında. Bizə -5-dən 0-a qədər hissə verilibdir, 0-dan 5-ə qədər hissə verilmibdir. Özümüz tamamlamalıyıq. Bəs bunu necə tamamlayırıq? Bunu tamamlamağı da biz deməli şərtdə bizə verilibdir ki, bu funksiyamız tək funksiyadır. Tək funksiya bilirik ki, koordinat başlanğıcına nəzərən simmetrik formada durmalıdır. Ona görə bunu koordinat başlanğıcına nəzərən simmetrik formada tamamlamalıyıq biz. Koordinat başlanğıcına nəzərən bizə verilənin eyni simmetrik formasını 5 parçasına qədər çəkirik. Çünki tək funksiyadır. Yadda saxlayırıq ki, tək funksiyanın qrafiki hər zaman koordinat başlanğıcına nəzərən simmetrik olur. Cüt olsaydı, bunu biz y oxuna nəzərən simmetrik formada qurardıq. Artma aralıqları deyil. Baxın, harada artıbdır? Burada artma yerlərini oxla göstərirəm sizin üçün. Funksiyanın artdığı aralıqlar -5-dən 3-ə qədər artıbdır. Daha sonra -2-dən tam müsbət 2-yə qədər artım gedibdir. Və birləşmə 3-dən 5-ə qədər. Artma hissələrini qeyd elədik. Burada doğru cavabımız A variantı oldu. Deməli, belə bir sualımız var. Tənliyin köklərinin kubları cəmi soruşulur. Necə həll eləyək? Baxın, biz bilirik ki, istənilən ədədin üzəri 0, 1 verilir. 5 üzəri 0, 10 üzəri 0, 1000 üzəri 0, milyon üzəri 0 fərqi yoxdur. Hər zaman 1 verir. Yəni, düşünürəm ki, bunun qüvvəti, yəni 2 sinus x çıxılsın 7. Əgər bərabər də 0 olsaydı, mənim cavabım 1 verərdi. Buna görə 2 sinus x çıxılsın 7-ni 0-a bərabər eləyirəm. Normal tənlik kimi həll eləsək, deməli, buradan 2 sinus x bərabərdir müsbət 7-yə, sinus x də bərabərdir, hər tərəf 2-yə bölsək, 7 bölünsün 2-yə, yəni 3,5-ə. Bəs sinus 3,5 qiymətini alırmı? Almır. Axı sinus ən çox 1 ala bilər. -1-dən 1 arasındadır da. Deməli, bunu həll eləyə bilmərik. Deməli, bu cür yanaşmağımız cavabı çıxmadı, alınmadı. Keçək görək başqa necə yanaşa bilərik. Başqa da biz bilirik ki, 1-in istənilən qüvvəti 1 eləyir. İstəyir 1 üzəri 5 olsun, 1 eləyər.
İstəyir 1/10 olsun, 100 olsun, 1000 olsun, fərqi yoxdur. Yenə də 1 eləyir. Deməli biz modulda 2 sıxılsın 5-i 1-ə bərabər götürsək, bu cür də yəni yanaşa bilərik ki, onsuz da 1 olsa istənilən qüvvəti yenə bizə 1 verər. Deməli, modulda 2 sıxılsın 5-i 1-ə bərabər eləyirik. Artıq bu da modulu tənlikdir. Təbii ki, 2 dəfə həll eləməliyik. Bir dəfə modulun daxilini 1 kimi, bir dəfə də -1 kimi götürərik. Müsbət 1 kimi götürəndə x 3 alındı. Bir dəfə də -1 kimi götürək. 2x bərabərdir 4-ə. X də bərabərdir 2-yə. Deməli, cavablarımız oldu 2 və 3. Bizdən nə soruşur? Tənliyin köklərinin kubları cəmi. Kublarını tapaq. 3-ün kubu 27, 2-nin kubu da 8. 27 üstəgələ 8. Doğru cavabımız oldu 35. Cavab D variantı. Deməli, funksiyanın 0,2 parçasında ən kiçik qiyməti soruşulur. Ümumiyyətcə, funksiyanın verilən parçada ən kiçik qiymətini tapmaqdan ötürü ilk öncə böhran nöqtəsini tapıb qeyd eləməliyik və böhran nöqtəsini bir dəfə funksiyanın yerinə qoymalıyıq, bir dəfə də bizə verilən parçadakı qiymətləri, yəni 0 və 2-ni yerinə qoymalıyıq. Ən kiçik hansısa, onda ən kiçik qiymət olaraq götürməliyik. Böhran nöqtəsi nətər tapılır? Yəni törəmə tapılır, 0-a bərabər olunur. Deməli, törəməsini tapdıq. Artıq qaldı bunu 0-a bərabərləmək. Burada ixtisarımız var. İxtisarımızı aparaq. Bu tənliyimizi həll edək. Ortaq məxrəc kimi köhdə x-i götürsək. 8x-in yəni məxrəcini 1 qəbul elədik. Məxrəcə bölüb sürətə vurub normal hesablama aparırıq. 8x-in kubu çıxılsın 1 bərabərdir 0-a. Deməli, bunu 0-a bərabərləyək və qeyd eləyək ki, məxrəcimiz 0 ola bilməz. İlk öncə onu deyək ki, x 0-dan fərqlidir. İndi ancaq sürəti 0-a bərabər götürək. Yəni 8 vuraq, köhdə x-in kubu çıxılsın 1 bərabərdir 0-a. Buradan da nə alarıq? X-in kubu bərabərdir 64-də 1-ə. Deməli, x-ə bərabərdir 4-də 1-ə. X-i tapdıq. Böhran nöqtəmizi tapdıq yəni. İndi dedik, nə etməliyik ən kiçik qiymət üçün? Bir dəfə funksiyanın yerinə böhran nöqtəsinin qiymətini qoymalıyıq. Bir dəfə də verilən parçanın qiymətlərini, yəni 0, 2, 4-də 1. Baxaq görək hansında ən kiçik qiymət alırıq. 0 qoysaq, funksiyada yerinə 0 qoysaq elə 0 qalar, düzdürmü? Bir dəfə 2-ni qoyaq. Funksiyada x-in yerinə 2 yazsaq, 2-nin kvadratı 4, 4 4-ə vurduq 16, çıxılsın 2, kökdə 2. Aha, bu dursun, buna da baxaq. 4-də 1 də qoysaq, deməli 4 vurulsun 16-da 1, çıxılsın 2 vurulsun kök altında 4. Daha doğrusu 4-də 1. Deməli, bunu da hesablasaq, qaldı -4-də 3. Ən kiçik cavab harda oldu? -4-də 3-də. Deməli, funksiyamız ən kiçik qiymətini qiymət olaraq -4-də 3 aldı. 3 qiyməti də yerinə qoyduq. Hansında ən kiçik alınsa, onu da cavab olaraq götürürük. Ən kiçik qiymət -4-də 3. Deməli, funksiya ilə bağlı belə bir suala baxırıq. Bizə funksiya verilibdir. İkinci, dördüncü rübdən keçir deyə soruşulur. Ümumiyyətcə, funksiyanın özünə baxanda bilirik ki, bu y bərabərdir kx üstəgəl b, yəni düz xəttin funksiyasıdır. Bizdən soruşulur ki, ikinci və dördüncü rüblərdən keçsin. İkinci və dördüncü rüblərdən, yəni buradan və buradan. Baxaq görək, biz düz xəttimizi nə formada çəksək, bu rüblərdən keçər. Özümüzdən düz xətti çəkək, araşdıraq. Baxın, belə çəksək, 2 ilə 4-dən keçər, düzdürmü? Amma belə olduğu zaman həmçinin 3-dən də keçmiş olur. Biz bunu koordinat başlanğıcından keçirsək, yalnız 2 ilə 4-dən, yəni bizdən soruşulan kimi ancaq 2 ilə 4-dən keçər. Qrafik indi bu formada olsun deyə nə edək? Təbii ki, B-ni 0 götürək ki, ilk öncə koordinat başlanğıcından keçsin. K-nı da mənfi götürək ki, ikinci, dördüncü rübdən keçsin. Araşdırdıq, şərtlərimizi tapdıq. Artıq geriyə nə qaldı? Şərtlər aparıb misalda tətbiq eləməyimiz. Deməli, ilk öncə B-sini 0-a bərabər eləyək. B misalda bu hissədədir, düzdürmü? K x üstəgəl B-dəki B-imiz. 0-a bərabər eləyirik. V-yə görə köklərimiz olar -5 və müsbət 2. Çünki vuranda -10 eləyir, toplayanda da -3 eləyir. Bunları qeyd elədik. İndi keçək K-ya. Dedik ki, K-mızda mənfi olmalıdır da. K nə idi? X-in əmsalı.
Yəni 2 m üstəgələk 5. Bunu da 0-dan kiçik götürsək, m kiçikdir -2,5 alarıq. -2,5-dən kiçik ədədlərdən də biz cavab olaraq -5 almışıq digər tərəfdə. Ona görə də cavabda -5-i götürürük. Deməli, köklə bağlı belə bir sualımız var. Kök altında a üstəgələk kök altında b bərabərdir. Kök altında a üstəgələk b üstəgələk 6-ya. Bizdən isə AB soruşulur. İlk baxışdan təbii ki, düşünərik ki, bunun hər tərəfini kvadrata yüksəldək. Köklər getsin və sol tərəfdə müxtəsərə görə orada AB yaranacaq. Bunu görürük. Buna görə də kvadrata yüksəldirik. Baxın, sol tərəf müxtəsərlə açıldı. Birincinin kvadratı, hasillərinin 2 misli, ikincinin kvadratı. Sağ tərəfdə köklə kvadrat getdi. Ecən a üstəgələk b üstəgələk 6 qaldı. Baxın, sağla solda a üstəgələk b'lər var, düzdürmü? Bunları yanaşı bir yerdə yazaq ki, daha gözəl görünsün gözünüzdə. A üstəgələk b hasillərinin 2 qatı. Sağdakı, soldakı a üstəgələk b'lər getdilər, islah oldular. Qaldı nə? 2 kök altında AB bərabərdir 6. Deməli, kök altında AB bərabərdir 3-ə. Bizdən isə kökdə yox, eləcə AB soruşulur. Hər tərəf yenidən kvadrata yüksəltsək, AB bərabər imiş 9-a. Doğru.